Əhl-i Beytin mənasını dəyişib Bəni Haşimlə əvəzləyirdilər. Niyə? Yəni Əli də onlardan biri, adi bir insan. Daha sonra neylədilər? Bəni Haşimdən xüsusi insanları qabağa çəkməyə başladılar. Onlardan biri Abbasdır. Peyğəmbərin əmisi. Dedilər, ən belə hörmətlisi məsələn bu Abbasdır. Abbası get-gedə neyədilər? Başladılar qabağa verməyə. Abbas haqqında da Əmirül-Müminin bir sözü var. Deyirdi ki, Əqillə, Abbasın yerinə, Cəfərlə Həmzə sağ qalsaydı, mən neçə illər kənarda qalmazdım. Abbası verdilər önə. Bir dənə deyəcəm, haradan çıxarış edirəm, baxın. Hicrətin 18-ci ildə Peyğəmbər dünyasını dəyişəndən 7 il sonra Mədinədə bir qıtlıq düşdü. Vəziyyət pisləşdi, yağış yağmırdı. Dedilər, kimə təvəssül eləyək? Hədis bir sardandır. Səhih Buxari, cild 2, səhifə 27, 1010-cu hədis. Kimə təvəssül eləyək? Əli sağdır, İmam Həsən sağdır, İmam Hüseyin sağdır. Qapılarına gedən yoxdur. Kimə təvəssül eləyək? Bəli, ikinci xəlifə dedi ki, Abbas Peyğəmbərin əmsinə gələk təvəssül eləyək. Səhih Buxaridədir. Gəldilər, Abbası çağırdılar. Baxın sözlərinə. İnna nətəvəssəlu iləykə bi əmmi nəbiyyina. Allah sənə təvəssül eləyib Peyğəmbərin əmsinə. Təvəssül bir qədimdən var. Dəyərli əhl-i-sünnə qardaşlarımız bunlara baxsalar, görəcəklər, çoxdan var. Təvəssül əvvəldən var. Nətəvəssəlu, təvəssül kəlməsidir. Nətəvəssəlu iləykə bi əmmi nəbiyyina. Allah sənə təvəssül eləyib Peyğəmbərin əmsi vasitəsilə. Hərdən bu söz deyirlər axı. Allah, birbaşa Allaha deyir, niyə təvəssül edirsən? Deyirsən, niyə? Deyir, Allah yaxındır filan kəs. Məsələn, sən deyirsən, Allah. Deyir, onda Allaha deyir. Yox, Peyğəmbər zamanında indi biri Peyğəmbərə təvəssül edirdi. Peyğəmbər yaxın idi onlara, yoxsa Allah? Allah yaxındır. Amma Allah deyir, Peyğəmbərlə gəl. O bir başqa bir mövzudur. Allah istəyir bir, döyəsən bəndənin qapısını Allahın qapısı ünvanında. Özləri belə dedi ya, Allahümme inna kunna netevassalu ileyke bi nebiyyina. Peyğəmbər olanda da Peyğəmbərə təvəssül edirdik. Mövzum təvəssül olsaydı, bunlar haqqında çox danışardım sizə. Təsəvvürün Abbası verdilər qabağa. Nə istəyirdilər desinlər? Demək istəyirlər ki, Əhl-i Beyt deyəndə Bəni Haşimdə də xüsusi hörmətli insanlar axtarırsınız. Özləri məsələn bir neçə nəfəri təyin eləmişlər, onlar önə çıxmışdı. Onlardan da biri Abbası idi. Gəli Abbas buna razı olmayaydı. Sən axı görürsən, Əmirül-Müminin qabağında qoyurlar. Sən gəli buna razı olmayaydın, təəssüf. Təsəvvürün ki, ölkələr fəth olunur, müxtəlif ölkələr gəlirlər, müsəlmanlar, təzə müsəlmanlar baxırlar, görürlər, Abbas da öndə. Əli yox, Həsən yox, Hüseyin yox. Get-gedə Əhl-i Beyt dəyişilir. Mənası Bəni Haşim, Bəni Haşimin də hörmətli adamla axtarırsınızsa, kimdir? Deyir, məsələn, bir neçəsi. Abbas və s. Bəli, belə bir vəziyyət idi. Belə bir vəziyyət idi.